Salam, bugün sizləri Bompani'nin təqdim etdiyi tamamilə yeni dizaynla paltaryan ilə tanış edirik. Minimalist ön paneli ilə çikli paltarları gizlədən bu model, adi paltaryanlardan fərqli olaraq mətbəxdən çamaşırxanaya qədər hər məkana uyğun dizayna sahibdir. Paltaryan maksimum 10 kiloqramlıq tutuma və 1400 dövriyyəyə qədər sıxma sürətinə malikdir. Yeni nəsil inverter BLDC motoru ilə səssizliyi və enerjiya qənaəti ilə fərqlənir. Sensor ekran üzərində 12 fərqli yuma proqramı mövcuddur. Ekranda həmçinin uşaq kilidi, temperatur seçimi və 24 saata qədər gecikdirmə funksiyası yer alır. İnnovativ tərəzi sistemi yükləməni avtomatik tanıyır və paltarların çəkisinə uyğun hərəkəti tənzimləyərək vibrasiyasız sabit işləməni təmin edir. Anti-daşma və anti-köpük sistemi özünü təmizləyən pompa və daxili LED işıqlandırma ilə istifadənizi daha təhlükəsiz və rahat edir. Paltarları yumağa başlamazdan əvvəl onları növünə görə ayırın. Cibləri yoxlamağı unutmayın. İçində qalan əşyalar həm cihazınıza, həm də geyimlərinizə zərər verə bilər. Həmçinin yükləməni maksimum 10 kiloqramdan çox etməyin və paltarların daha uzun ömürlü olması üçün uyğun proqram və temperaturu seçin. İndi isə bu modelin yuma proqramlarına nəzər salaq. Cotton, yəni pambıq rejimi gündəlik istifadə etdiyiniz paltarlar üçün nəzərdə tutulub. Ağ köynəklər, dəsmallar və yataq dəstlərini rahatlıqla yuyur. Bu modelin digər üstünlüyü də ondadır ki, adi paltaryanlarda bu tip yuma 2 saata yaxın vaxt aparırsa, bu modeldə isə eyni rejim maksimum 1 saat, 1 saat yarım arasında tamamlanır. Beləliklə, siz həm vaxta, həm də enerjiyaya qənaət etmiş olursunuz. Üstəlik Cotton proqramında maksimum 10 kiloqramadək yükləməni tam rahatlıqla həyata keçirə bilərsiniz. Cotton rejimində dərəcələr 20, 40, 60 və 90 dərəcə arası dəyişir. 20 dərəcədə 1 saat 6 dəqiqə, 40 dərəcədə 1 saat 15 dəqiqə, 60 dərəcədə 1 saat 26 dəqiqə və 90 dərəcədə 1 saat 31 dəqiqə yuma müddəti təşkil edir. Sintetik rejimi nazik köynəklər, tişörtlər və qarışıq materiallı gündəlik geyimlər üçün nəzərdə tutulub. Bu proqramda maksimum yükləmə 2 kiloqram olmalıdır. Bununla həm daha qısa müddətdə yuma əldə edirsiniz, həm də enerjiyə qənaət etmiş olursunuz. Bu proqram 20 dərəcədə 57 dəqiqə, 40 dərəcədə 1 saat 1 dəqiqə və 60 dərəcədə 1 saat 13 dəqiqədə paltarları yuyur. Wool proqramı yun geyimlərin zədələnmədən yuyulması üçün nəzərdə tutulub. Yumşaq hərəkətlərlə yuyaraq parçanın formasını qoruyur və liflərinin bərkiməsinin qarşısını alır. Bu rejimdə maksimum yükləmə 2 kiloqram olmalıdır. Proqram 20 dərəcədə 1 saat, 40 dərəcədə 1 saat 6 dəqiqə yuma müddətini tamamlayır. Silk proqramı ipək kimi zəri parçaların qorunması üçün nəzərdə tutulub. Əl yumasına ehtiyac qalmadan yumşaq və incə geyimlərinizi etibarlı şəkildə təmizləyir. Bu proqramda maksimum yükləmə 2 kiloqram olmalıdır. Proqram 20 dərəcədə 1 saat, 40 dərəcədə 1 saat 6 dəqiqəyə yuma müddətini tamamlayır. Mix proqramı müxtəlif materiallardan olan paltarların birlikdə yuyulması üçün nəzərdə tutulub. Pambıq və sintetik qarışığı geyimləri eyni anda etibarlı şəkildə təmizləyir. Bu rejim gündəlik qarışıq yükləmələr üçün ən rahat seçimdir və maksimum 10 kiloqramadək yükləməyə imkan verir. Mix rejimində dərəcələr 20, 40, 60 və 90 dərəcə arası dəyişir. 20 dərəcədə 1 saat 2 dəqiqə, 40 dərəcədə 1 saat 9 dəqiqə, 60 dərəcədə 1 saat 21 dəqiqə və 90 dərəcədə 1 saat 26 dəqiqəyə yuma müddətini təşkil edir. Rapid Wash proqramı az çirkli geyimlərin qısa müddətdə yuyulması üçün nəzərdə tutulub. Proqram seçildikdə standart olaraq 15 dəqiqəlik yuma müddəti göstərilir. Bu müddət əsasən soyuq su ilə yuma üçündür. Əgər temperatur 20 dərəcə seçilərsə, proqramın müddəti 20 dəqiqə, 40 dərəcə seçildikdə isə müddət 25 dəqiqəyə qədər dəyişir. Spin proqramı yalnız sıxma üçün nəzərdə tutulub. Əgər paltarlar artıq yuyulubsa və sadəcə suyu sıxılmalıdırsa, bu rejimi seçə bilərsiniz. Proqram təxminən 12 dəqiqə davam edir və maksimum 10 kiloqramadək yükləməyə imkan verir.
Rinse Spin proqramı yalnız durulama və sıxma üçün nəzərdə tutulub. Əgər paltarlar əvvəlcədən yuyulubsa və sadəcə yaxalanmalı və ya sıxılmalıdırsa, bu rejimi seçə bilərsiniz. Proqram standart olaraq təxminən 32 dəqiqə davam edir. Bu rejimdə maksimum 10 kiloqramadək yükləmə mümkündür. Uşaq paltarları tez kirlənir və xüsusi gigiyena tələb edir. Kidwear proqramı bu geyimləri zərif şəkildə qoruyaraq gigiyenik təmizliyi təmin edir. Maksimum yükləmə 10 kiloqramdır. Bu proqram 20 dərəcədə 1 saat 2 dəqiqə, 40 dərəcədə 1 saat 9 dəqiqə, 60 dərəcədə 1 saat 21 dəqiqə və 90 dərəcədə 1 saat 26 dəqiqəyə paltarları yuyur. Underwear proqramı alt geyimlərinin daha gigiyenik yuyulması üçün nəzərdə tutulub. Həssas parçaları zədələmədən təmizləyir və tez-tez istifadə üçün uyğundur. Bu rejimdə maksimum 2 kiloqramadək yükləmə mümkündür. Bu rejimdə dərəcələr 20, 40, 60 və 90 dərəcə arası dəyişir. 20 dərəcədə 1 saat 2 dəqiqə, 40 dərəcədə 1 saat 9 dəqiqə, 60 dərəcədə 1 saat 21 dəqiqə və 90 dərəcədə 1 saat 26 dəqiqə yuma müddəti təşkil edir. Down proqramı yastıq, pencək və içi tüklü, həcmi böyük geyimlər üçün nəzərdə tutulub. Bu rejim maksimum 2 kiloqram tutumla işləyir. Paltarların formasını qorumaq üçün dəsmal və ya çarşaf kimi digər parçalarla birlikdə yükləməmək tövsiyə olunur. Proqram 20 dərəcədə 1 saat 5 dəqiqəyə, 40 dərəcədə isə 1 saat 11 dəqiqəyə yuma müddətini tamamlayır. Summer proqramı nazik və nəfəs alan yay geyimlərinin yuyulması üçün nəzərdə tutulub. Bu rejim parçaları zədələmədən təmizləyir və onların tez qurumasını təmin edir. Maksimum 6 kiloqramadək yükləmə mümkündür. Proqram 20 dərəcədə 1 saat, 40 dərəcədə isə 1 saat 6 dəqiqəyədək davam edir. Proqramlarla tanış olduq. İndi isə gəlin idarəetmə düymələrinə nəzər salaq. Power on-off düyməsi paltaryanı açmaq və söndürmək üçündür. Start pauza düyməsi proqramı başlatmaq və ya dayandırmaq üçündür. Delay düyməsi yumanı 24 saata qədər gecikdirmək üçündür. Temperatur düyməsi dərəcəni seçmək üçündür. Water level düyməsi su səviyyəsini 1-dən 3-ə qədər tənzimləmə imkanı verir. Bu funksiya paltarların miqdarına uyğun olaraq su sərfini azaldır və ya artırır. Məsələn, az miqdarda paltar yüklənibsə, aşağı səviyyəni seçərək həm suya, həm də enerjiyə qənaət etmiş olursunuz. Daha çox yükləmə olduqda isə yüksək səviyyəyə paltarların daha yaxşı durulanmasını təmin edir. Rinse düyməsi əlavə durulanma funksiyasını aktivləşdirmək üçündür. Speed sıxma sürətini dəyişmək üçündür. Proqram 12 fərqli yuma proqramından birini seçmək üçün nəzərdə tutulmuşdur. Bu paltar yuyanın imkanları təkcə proqramlarla məhdudlaşmır. İndi isə ekrandakı simvolların mənalarını izah edək. Baraban işığı funksiyası sayəsində yüklənmiş paltarları daha aydın görə bilərsiniz. Bu funksiyanı aktivləşdirmək üçün temperatur və water level düymələrini eyni anda 3 saniyə basılı saxlamaq lazımdır. Uşaq kilidi funksiyası cihazın təsadüfən idarə olunmasının qarşısını alır. Aktivləşdirmək üçün rinse və speed düymələrini eyni anda 3 saniyə basmaq kifayətdir. Twin wash funksiyası paltarların əlavə durulanmasını təmin edir və deterjan qalığının qarşısını alır. Bu funksiya cihaz açıldıqda avtomatik işə düşür və gigiyena üçün aktiv saxlanması tövsiyə olunur. Bu işarələr paltarların hansı mərhələdə olduğunu göstərir. Yəni, proqram işə salındıqda soldakı işarə yuma rejimi, sabunlu su ilə əsas yuma mərhələsini göstərir. Ortadakı işarə durulama, paltarların su ilə yaxalanma mərhələsini göstərir. Sağdakı işarə yumşaldıcı istifadə edilən mərhələni göstərir. Yuyucu vasitələrin yerləşdirildiyi qabda 3 bölmə mövcuddur. Birinci bölmə ön yuma funksiyasından istifadə zamanı, ikinci bölmə əsas yuma zamanı və üçüncü bölmə yumşaldıcı üçün nəzərdə tutulmuşdur. Paltar yuyana düzgün qolluq paltarların daha təmiz yuyulmasına kömək edir. Ön alt hissədə yerləşən filtr mütəmadi olaraq hər 3-6 aydan bir təmizlənməlidir. Bu həm suyun sərbəst axmasını təmin edir, həm də cihazın ömrünü uzadır. Beləliklə, Bompani'nin yeni nəsil paltar yuyanının proqram və funksiyaları ilə tanış olduq. Bu model həm dizaynı, həm də ağıllı xüsusiyyətləri ilə gündəlik həyatınızı daha rahat edir. İzlədiyiniz üçün təşəkkür edirik. Daha çox rahatlıq üçün Bompani hər zaman yanınızdadır.